Ərazi bütövlüyünə qəsdlər. Bu nə deməkdir? Bundan əvvəlki mövzuda qeyd etmişdik ki, eee, Rusiyadakı Sovet hakimiyyəti Gürcüstan və Ermənistanı özünə çəkmək üçün Azərbaycanın torpaqları onlara vəd edirdi ki, sizə bu torpaqları verəcək. Və onlar da Sovetləşəndən sonra artıq verdiyi vədə əməl edir və Azərbaycan torpaqlarını qoparıb onlara pay verir. Buna deyirik ki, ərazi bütövlüyünə qəsdlər. Görək bu hansı şəraitdə necə həyata keçirir. Eee Deməli, ölkənin şimalında Sovet Rusiyasının olması, yəni və Azərbaycanın Rusiya tərəfindən işğal olunması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını daha da qüvvətləndirir. Çünki bilirik ki, ermənilər həmişə Rusiyaya arxalanır və Azərbaycan Sovetləşəndən sonra 1918-ci ildən davam edən Ermənistan-Azərbaycan ərazi münaqişəsində Sovet Rusiyası əsas vasitəçi kimi çıxış etməyə çalışır. Güya indi bu ortada problemi həll etməyə çalışır və bu Azərbaycan üçün ağır nəticələr verir. Çünki bilirik ki, Rusiya Ermənistan tərəfində idi, Azərbaycan tərəfində deyildi və Rusiya həmçinin Ermənistanla aparılan danışıqlarda Azərbaycanın adından çıxış eləyib, Azərbaycanın ərazilərini ermənilərə güzəştə getməyə hazır idi. Yəni vəd verirdi ki, Azərbaycan torpaqlarını onlara güzəştə gedəcək. 1920-ci ilin sonunda Ermənistan sovetləşir və bundan sonra Xalq Cümhuriyyəti dövründə niyyətinə çata bilməyib məğlub edilən Daşnaq hökuməti Sovet Rusiyasının hərtərəfli yardımı ilə Azərbaycan torpaqlarına yiyələnmə siyasətini həyata keçirməyə çalışır. Yəni vaxtı ikən Xalq Cümhuriyyətinin dövründə bunu eləməyə çalışmamışdı, alınmamışdı. İndi Rusiyanın vasitəçiliyi ilə bunu həyata keçirməyə çalışır. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Erməni Daşnaq hökuməti arasında müqavilə bağlanır və bu müqaviləyə görə Şərur Dərələyəz Erməni Daşnaq hökumətinə verilir, yəni Ermənistana verilir. Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsi isə mübahisəli ərazi hesab olunur. İlk olaraq itirdiyimiz ərazi Şərur Dərələyəz oldu. Zəngəzurun bir hissəsinin Ermənistana verilməsində 1920-ci ilin noyabrın 30-da Azərbaycanın Ali Partiya rəhbərliyinin qəbul etdiyi qərarın çox böyük xidməti olmuşdu. Bu nə idi? Qərarda Sovet Azərbaycanı və Sovet Ermənistanı arasında heç bir sərhədin olmadığını Azərbaycan hökuməti vurğulayır. Yəni Azərbaycanla Ermənistan arasında sərhəd yoxdur, onlar birləşikdir. Və qərarda bütövlükdə Zəngəzur qəzasının Ermənistana verilməsi nəzərdə tutulurdu. 1921-ci ilin yayında Qəzanın ancaq qərb hissəsi, yəni yuxarı Zəngəzur, artıq sovetləşmiş Ermənistana verilir. Zəngəzurun bir hissəsinin Ermənistana verilməsində Sovet Rusiyasının güclü təsiri var idi. Bu birinci səbəbi idi. İkincisi isə onun Qafqaz işlərində əsas rəhbərləri Stalin və Orkonikidzenin anti-Azərbaycan fəaliyyəti baş rolu oynayır. Yəni ki, onlar anti-Azərbaycan siyasəti yeridirdi, Azərbaycanın əleyhinə siyasət yeridirdi və bu da yuxarı Zəngəzurun verilməsi üçün yol açır. Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili. Deməli, Qarabağın gələcək taleyinin müəyyənləşdirilməsi istiqamətində real addımlar 20-ci ilin sonunda Ermənistanın sovetləşməsindən sonra atılır. Ermənilər bilirik ki, Qarabağı istəyirdi. Və bu danışıqlar Ermənistan sovetləşəndən sonra artıq, yəni Qarabağ haqqında danışıqlar başlayır. Danışıqlar Rusiya Kommunist Bolşevik Partiyasının Mərkəzi Komitəsinin Qafqaz bürosunun göstərişi və nəzarəti ilə aparılırdı. 1921-ci ilin yayında Qafqaz bürosu Qarabağın dağlıq hissəsi ilə bağlı müzakirələrə başlayır. Beləliklə, süni sürətdə qabardılmış Dağlıq Qarabağ məsələsi 23-cü ilə qədər davam edir. İrəvanla Bakı arasında siyasi mübarizənin yeni mərhələsinin əsasını qoyur. Deməli, Dağlıq Qarabağ problemi 21-ci ildə başlayır, 23-cü ilə qədər bu problem davam edir. Görək necə başladı. 5 iyul 1921-ci ildə Rusiya Kommunist Partiyasının Qafqaz bürosunun qərarı ilə Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərkibində saxlanılır və ona mərkəzi Şuşa olmaqla muxtariyyət verilir. Yəni Azərbaycanın tərkibində saxlanılır, mərkəzdə Şuşa olur. Amma bundan sonra əsas diqqət ZSFSR və SSR-nin yaradılmasına yönəlir deyə bu qərarın icrası bir qədər gecişir, kənarda qalır. Dağlıq Qarabağ məsələsinin bu qədər uzanması təsadüf deyildi. Bu müddət ərzində partiya və Sovet orqanları arasında dəfələrlə müzakirələr aparılırdı, müxtəlif təkliflər irəli sürüldü. Yəni ermənilər razı olmaq istəmirdilər təbii ki, Azərbaycanın tərkibində qalmasına. Və o vaxtki Azərbaycan kommunistlərinin qətiyyətsizliyi, yəni Azərbaycan idarəçilərinin qətiyyətsizliyi, Moskvanın təzyiqi və bəzən hər iki tərəfi ermənilərin təmsil etməsi bu məsələyə ciddi təsir göstərir. Hansı ki, rəhbər orqanlarda çoxlu sayda ermənilər var idi. Onlar özünü Azərbaycanlı kimi qələbə verirdilər. Nəhayət 1923-cü ilin iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili haqqında dekret verir. Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəzi Xankəndi olan Muxtar Vilayət yaradıldı. Deməli 1921-ci ildə qərar verilmişdi ki, mərkəz Şuşa olacaq, amma mərkəz
Xankəndi olur. Bu, Qarabağ torpaqlarının parçalanması və gələcəkdə bu əraziyə Ermənistanın yenidən ərazi iddiaları irəli sürməsinə şərait yaradır. Amma tarixi Azərbaycan əraziləri hesabına yaradılan Sovet Ermənistanda yaşayan 100 minlərlə azərbaycanlı üçün analoji addımlar atılmır. Yəni buradakı ermənilər düşünürlər, amma azərbaycanlıları düşünmürlər. Ermənilər yaşayan hissədə mərkəzi Xankəndi olan Muxtar vilayəti yaradılır, amma azərbaycanlılar üçün heç bir şey edilmir. Və az sonra Xankəndinin adını ermənilər dəyişdirir. Azərbaycandan heç bir icazə almadan, heç bir şey soruşmadan, vaxtı ikən əlini azərbaycanlıların qanına bulaşdırmış düşmənimiz Stepan Şamiyanın adı Xankəndiyə verilir, Stepanakert və Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində qondarma erməni muxtariyyətinin yaradılması gələcəkdə burada ə, ermənilərin separatçılıq, yəni bölüşdürücülük etməsinə və Ermənistanın ərazi iddialarına şərait yaradır. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının təşkili. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Bakının siyasi təsirindən kənarda qalan yeganə ərazi Naxçıvan bölgəsi idi. Ermənistan silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvanda gərginlik davam edirdi. Yəni ermənilər Naxçıvana da ərazi iddiası irəli sürürdü. 1920-ci ilin iyununda Veysel bəyin başçılığı ilə türk qoşunları Naxçıvana göndərilir və erməni təcavüzkarlarına qarşı mübarizədə Naxçıvanlara imkan daxilində kömək edir. Müəyyən hərbi hazırlıqdan sonra 11-ci Qırmızı Ordunun hissələri də iyulun 28-də Naxçıvana daxil olur. Beləliklə Naxçıvanda iki hakimiyyətlik yaranır. Bir Sovet hakimiyyəti, bir tərəfdən də Türk ordusu var idi orada. 1920-ci ilin avqustunda Moskvada Sovet-Türk sazişi bağlanır və bu sazişə görə yeni müqavilə imzalanana qədər hər iki hökumətin hərbi qüvvələri Naxçıvanda qalmalı idi. Amma bunlara baxmayaraq Naxçıvan statusunun müəyyənləşməsi ərəfəsində Azərbaycanın bu bölgəsində vəziyyət mürəkkəb idi. Bir tərəfdən Ermənistan silahlı qüvvələri Naxçıvana təcavüz edirdi, gərginliyi artırırdı. Digər tərəfdən Sovet Rusiyası ilə Ermənistan arasında pərdə arxasında oyunlar gedirdi və Azərbaycan SSR-nin tərkibində Naxçıvanın qalması məsələsi uzanırdı. Yəni bu o deməkdir ki, Sovet Rusiyası Naxçıvanın Ermənistana verilməsinin tərəfdarı idi. Altdan-altdan Ermənistanla oyunlar qurmağa çalışırdı ki, bunu reallaşdırsın. Türk ordusunun orada olması isə buna mane olurdu. 1920-ci ilin yay-payız aylarında Sovet Rusiyası ilə Daşnak Ermənistan arasında aparılan danışıqlar zamanı Bolşevik rəhbərliyi Naxçıvanı ermənilərə vəd eləmişdi. Bu isə ərazinin Azərbaycan SSR-nin tərkibində qalması məsələsini sual altında qoymuşdur. Azərbaycan rəhbərliyinin Moskva diktəsinə tabe olduğu şəraitdə Rusiya-Ermənistan sövdələşməsinə qarşı mübarizədə Naxçıvan əhalisinin güvəndiyi yeganə qüvvə bölgədə yerləşən türk qoşunları idi. Yəni xalqın türk qoşunlarından başqa dayağı yox idi. Azərbaycan da onsuz da sovetləşib, Rusiyanın hakimiyyəti altındadır. Rusiya özü də Ermənistanı dəstəkləyir. Naxçıvanlıların yapışa bildiyi yeganə türklərdir. 1921-ci ilin martın 16-sında Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Moskva sazişi imzalanır. Moskva müqaviləsinə görə Naxçıvan vilayəti Azərbaycanın qəyyumluğu, yəni protektoratlığı altında muxtar ərazi olur. Bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcək. Üçüncü dövlət dedikdə burada Ermənistan nəzərdə tutulur ki, deməli Naxçıvan Azərbaycanın tərkibində saxlanılmasına Türkiyə nail olur və Azərbaycan bunu Ermənistana güzəştə getməyəcək. Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusu RSFSR-in iştirakı ilə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci ilin 10 oktyabrda Qarsda bağlanmış dostluq müqaviləsinə təsdiq olunur. Deməli 1921-ci ilin oktyabrın 13-də Qars müqaviləsi imzalanır. Qars müqaviləsində Azərbaycan, Gürcüstan, Ermənistan, yəni ZSFSR, Cənubi Qafqazda olan bu dövlətlər Türkiyə ilə müqavilə bağlayır, amma Rusiya da oturub stolun başında yəni dəyənəyini onların başının üstündə saxlayıb ki, birdən icazəsiz hansısa bir hərəkət eləyərlər, onları başıboş buraxmır. Və bu müqavilə ilə artıq Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusu bir daha təsdiqlənir. Yəni Qars müqaviləsi, Moskva müqaviləsini bir daha təsdiqlədi və hər iki müqavilə müddətsiz idi. Bu müqavilələr bugünə qədər də Ermənistanla Azərbaycan-Türkiyə arasındakı dövlət sərhədlərini tənzimləyən yeganə beynəlxalq sənəddir. Çünki müddətsiz idi. Müddətsiz olduğuna görə ermənilər bu müqaviləni poza bilmirlər. 1924-cü ilin fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin rəyasət heyəti Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında dekret verir. Beləliklə, Naxçıvan məsələsinin Azərbaycanın xeyrinə həll edilməsində Türkiyə çox böyük rol oynayır. Amma sonralar Zəngəzurun bir parçası itirilir və
bununla da Naxçıvan ərazisi Azərbaycandan ayrılır. Yəni Zəngəzuru ortadan getməsi ilə Naxçıvan Azərbaycandan qopmuş olur. Çünki Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur idi. Bu gələcəkdə Azərbaycanla Ermənistan SSR arasında yeni ərazi problemlərinin meydana çıxmasının bünövrəsini qoyur. Və nəticədə 29-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Moskva və Qars beynəlxalq müqavilələrinin şərtlərinə zidd olaraq Naxçıvanın sərhədi dəyişdirilir və 657 kvadrat kilometr ərazi Ermənistan SSR-yə verilir. Yəni Moskva və Qarsda qeyd olunurdu ki, Naxçıvanın ərazisini üçüncü dövlət, yəni Ermənistana güzəştə getməyəcək, amma bu müqavilələrin şərtini pozurlar. Naxçıvanın 657 kvadrat kilometr ərazisi qoparılır və Ermənistana verilir. Bundan başqa 20-ci əsrin 20-ci illərində Ermənistan SSR ilə yaylaqlar və sudan istifadə hüququ zəminində sərhəd mübahisələri baş verir və bununla da Azərbaycan Qazax və Cəbrayıl qəzalarının bir sıra torpaqlarını itirir. Ermənistandan fərqli olaraq Azərbaycanın Gürcüstanla ərazi mübahisələri qanlı toqquşmalarla, hərbi əməliyyatlarla baş verməmişdi. Yəni belə bunlara səbəb olmamışdı. Ermənistanla çox qanlı formada gedirdi, amma Gürcüstanla sakit formada, diplomatik səviyyədə müzakirə edilirdi. Respublikalar arasında, yəni Gürcüstanla Azərbaycan arasındakı əsas mübahisələr Aziz Zaqatala idi. Bu mahalın hansı dövlətə mənsubluğu məsələsi öz qəti həllini Gürcüstanın sovetləşməsindən sonra tapır. Deməli, 21-ci ildə respublikalar arasında saziş bağlanır və bu sazişə görə Gürcüstan Zaqataladan əl çəkir. Necə? Bu Xalq Cümhuriyyəti dövründə də belə bir şey olmuşdu. Yenə deməli, Zaqatala dairəsinin əhalisinin əksəriyyəti 92-95% müsəlman idi və qəti şəkildə Azərbaycanın tərkibində qalmaq istədiklərini bildirdiklərinə görə Zaqatala Azərbaycanın tərkibində qalır və Gürcüstan bunu tanıyır. Yəni Ermənistan kimi saqqız deyildi, yapışmırdı, olmalıdır deyə. Xalqın istəyinə hörmətlə yanaşır və Zaqatalanın Azərbaycanda qalmasını tanıyır. Buna baxmayaraq, əvvəllər Zaqatala dairəsinə məxsus olan əkin və otlaq sahələrinin bir hissəsi bir qədər sonra Gürcüstanın Sığnaq qəzasına verilir. Həmçinin Qarayazının yuxarı hissəsi də Gürcüstana birləşdirilir. Axıcı ilə Gürcüstan hökuməti arasında 18-20-ci illərdə mübahisəli ərazi elan olunan Borçalı mahalı da əvvəlcə Gürcüstana verilir, sonra da Gürcüstanla Ermənistan arasında bölüşdürülür. Hal-hazırda da Borçalı bilirik ki, Gürcüstandadır. Bir hissəsi də Ermənistanda, yəni parçalanıb onun içərisinə daxil olub. Beləliklə 20-30-cu illərdə Sovet milli siyasəti adı altında Azərbaycan xalqının iradəsinə zidd olaraq Xalq Cümhuriyyətindən miras qalmış torpaqlarımız böyük bir hissəsini Ermənistan və Gürcüstana vermək məcburiyyətində qalırıq. İrəvan şəhər və onun ətrafındakı torpaqların hesabına Ermənistan adlı dövlət yaradılmışdı onsuz da və bu az imiş kimi Moskvanın birbaşa müdaxiləsi və beyinləri beynəlmiləlçilik ideyalarına dumanlanmış Azərbaycan bolşeviklərinin fərsizliyi ucbatından tarixi Azərbaycan ərazilərinin xeyli hissəsi qonşu respublikaya bağışlanır. Bu proses sonrakı dövrlərdə də davam edir. Azərbaycan bolşevikləri də bu prosesi həll edə bilmirdi. Əslində bundan sonrakı dövrlərdə biz Mircəfər Bağırovun fəaliyyətini görəcəyik ki, onun dövründə də bəzi ərazilər əldən çıxarılmaq istəyir. Heydər Əliyevin dövründə bəzi ərazilər yenə verilmək istəyir, amma buna mane olmağı bacarırlar. Amma bu dövrdəki Azərbaycan idarəçi bolşevikləri fərsiz olduqlarına görə bunu bacarmırdılar. 20-29-cu illərdə Qərbi Zəngəzurun, Qazax, Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan Muxtar Sovet Sosialist Respublikalarının bəzi torpaqlarının Ermənistan SSR-ə verilməsi nəticəsində Azərbaycan SSR-nin ərazisi 12 min kvadrat kilometr azalır.